Yəhya Peyğəmbərlə İmam Hüseyin arasında çox oxşar cəhətlər var, bilirsiniz? Çox oxşar cəhətlər var. Əvvələn, Yəhya Peyğəmbər də 6 aylığında dünyaya gəlib, İmam Hüseyin də 6 aylığında doğdu. Bunlara diqqət edin. Bu bir. 2. Hər ikisi başı kəsilərək şəhid olub. Yəhyanın da başını üzüblər, kəsiblər. Bir zalim, Bəni İsrail zalimlərindən biri onun başını kəsib, İmam Hüseynin də Bəni Ümeyyə zalimləri İmam Hüseynin başını kəsiblər. Bu ikinci müştərək cəhət. Üçüncü, Yəhyanın da başını hədiyyə kimi göndəriblər o zamanın zaliminə. Çünki Yəhya onun məqsədlərinə xidmət eləməyib, onun leyhinə, onun xeyrinə hökm verməyib, Allahın hökmünü dəyişmədiyi üçün başını hədiyyə kimi göndəriblər ona. İmam Hüseynin də başını hədiyyə kimi göndəriblər kimə? Yezid məluna. Oxşar cəhətləri görürsünüz. Bax, əbəs yerə deyil. Mən söhbətimin lap əvvəlində dedim ki, burada Əssalamu aleykə ya Əba Abdillah, bu söz kimin sözüdür əsalətlə, kimdən gəlib? Allahdan, hədis qüdsüdür də. Dedim, gəlib Cəbrail Peyğəmbər ta İmam Baqir onu aşkar eləyib, İmam Sadiq də təbliği ilə, tövsiyəsi ilə onu eləyib, gücləndirib. Demək, burada Allah orada ayədə Yəhyaya salam deyir, salam olsun Yəhyaya. Əbəs yerə deyilmi bu? Yəhya ilə Hüseyin müəyyən cəhətlərdən nədir? Müştərəkdirlər. Ona görə Yəhyaya da salam deyib, Hüseynə də salam deyib.